Salam, hər vaxtınız xeyir olsun. Bu dəfə sizlərə keşfetimdə tez-tez rastıma çıxan portakallı keksin reseptini bölüşürəm. Mən də sınamaq istədim. Dedim görüm dadı necə olur. Mən çox bəyəndim. Siz də mənim reseptimlə hazırlasaz, əminəm çox razı qalacaqsınız. Bütün xırdalıqlarını sizə izah edəcəm. Keçək hazırlama qaydasına. Əvvəlcə bir ədəd portakalı kiçik formada doğrayıram. Qabıqlı şəkildə doğramaq lazımdır. Qabığını soymağa ehtiyac yoxdur. Bundan ötürü narahat olmayın. Mən hazırlayanda fikirləşdim ki, acı ola bilər, amma risk etdim, hazırladım. Qətiyyən acı olmadı. Doğradığım portakalları qaba əlavə edirəm. Üzərinə 3 ədəd yumurta, 1 dolu stəkan şəkər tozu, yarım stəkan duru yağ əlavə edirəm. Blenderlə qarışdırıram. Əvvəlcə blenderlə iri portakalları əzirik, daha sonra isə bu şəkildə qarışdırırıq və hazır olur. Blenderi bir kənara qoyuram, üzərinə 2 dolu stəkan un əlavə edirəm və 1 paket qabartma tozu əlavə edirəm. Zövqə görə vanil də əlavə edə bilərsiniz. Mən vanil də əlavə etdim. Əslində portakal olduğuna görə onun qoxusu kifayət edir. Tel çırpıcı ilə qarışdırıram və əvvəlcədən yağladığım soba qabına boşaldıb 180 dərəcədə əvvəlcədən isinmiş sobada bişməyə qoyuram. Və üzəri üçün şirə hazırlayıram. Mən burada şirə hazırlamaq üçün 2 ədəd portakal götürdüm. Suyunu sıxıram. Lakin bu qədər çox portakal götürməyə ehtiyac yoxdur. 1 ədəd portakalın şirəsi kifayət edir. Keks çox yumşaq olduğuna görə şirə çox olanda daha çox yumşalır. Ona görə də şirənin yarısını istifadə etməyi məsləhət görürəm. Keksimiz bişdi. Bişməsini mütləq çöplə yoxlamaq lazımdır. Sobadan çıxarıram və ilk istisinin çıxmağını gözləyirəm. İlk istisi çıxandan sonra çubuqla üzərində deliklər açıram və hazırladığım şirəni keksin üzərinə əlavə edirəm. Qeyd etdiyim kimi mən hamısını əlavə etmədim. Birazını saxladım, amma yaxşı olardı ki, sadəcə 1 ədəd portakalın şirəsi və şəkər tozunu qarışdırıb əlavə edəsiniz. Və üzəri üçün portakal qabığının rəndəsindən istifadə etdim. Glazurda hazırlayanlar olur. Keksimizi biraz soyuduqdan sonra qabdan çıxarıb servis qabına qoyuram və dilimləyirəm. Yumşaq portakal qoxulu fərqli bir keks oldu. Siz də mütləq hazırlayın. Videomu izlədiyinizə görə təşəkkür edirəm. Abunə olmağı və videolarımı bəyənməyi unutmayın. Yeni videolarımda görüşmək diləyilə.